Ha, burada. Bugün biz bizim kendimize şəhid adısını ilk dəfə yaşadan Zeynal'ın məzarının ətrafına yığışmışıq. Zeynal vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçib. Amma təəssüflər olsun ki, bu kənddən yalnız Zeynal kimi igid oğlanları deyil, bizim kəndlərimizin bir çoxunu bizim əlimizdən alıb əbədiyyətə qovuşturubdur. Bunların sırasında bizim qəhrəmanımız var, Səqan var. Sadece. Bunların sırasında Ramazan var. Bunların sırasında Nureddin var, Oktay var. Bunların sırasında Üzeyir var, Elşan var, Şamil var. Benim sinif yoldaşım olub, o vaxtı mövcud deyildir. Ramazan Zakir, Fidosi var. Yani bu kənd, bu el, oba, Qasım var. Hamısının adını biz çəkək bir-bir və onları xatırlayan, məsələlər. Onların indi ruhu şaddır, çünki torpaqlarımız işğaldan azad olubdur. Kəndimiz, elimiz, obamız öz yurduna qayıdıbdır. Və bu eldə, obada bizim olmamız, sürədə tədbiri burada keçirməyimiz çox əhəmiyyətlidir. Həm mənəvi baxımdan, həm də tarixi baxımdan ki, biz heç vaxt şəhidlərimizi unutmuruq. Yoldaşlar biraz sakit olun. Onlar heç vaxt bizim yanımızdan çıxmayacaq. Onlar bizim qəlbimizdədir. Çünki onlara görə biz bura gələ bilmişik. Yəni, onlar vətən uğrunda canlarından keçməsəydilər, öz gənc həyatlarını itirməsəydilər, cəmi şəhidlərimizdən mən söhbət edirəm. Zəhrəfədin cəmaatını deyil, sözündə Azərbaycan şəhidləri olmasaydı, yəqin ki, bu torpaqlar da yağılardan xilas olmayacaq, azad olmayacaq. Şükürlər olsun ki, gec də olsa biz öz torpağımızdayıq. Həm torpağımız olanda daha güclü görsənirik.